Salam. Biz bir qayda olaraq istəklərimizin obyekti haqqında düşünürük, danışırıq. Nə istədiyimizi hər zaman ifadə edirik. Yəni bizim üçün istək mövzusu gələndə istəyin obyektidir əsas. Yəni mən bunu istəyirəm. Bütün diqqətimizi buna yönəldirik. İstəyin səbəbi, motivi, bunlar bizim diqqətimizin xaricində qalır hər zaman. Halbuki bu önəmli məsələdir. Bizim istəyimizin özündən, yəni onun obyektindən daha önəmli məsələdir. Nə üçün? Çünki bilavasitə istəklərimizin müəyyənləşməsi, dəqiqləşməsi və nəticə etibarilə onların həyata keçməsi də bundan asılıdır. Yəni biz düşünürük, danışırıq ki, mən filan şeyi istəyirəm. Mən nə bilim, oxumaq istəyirəm, işləmək istəyirəm, səyahət eləmək istəyirəm, ev istəyirəm, maşın istəyirəm, paltar istəyirəm, münasibət istəyirəm və s. Yəni bu istiqamətdə qururuq həyatımızı. Və diqqətimizi bunların əldə olunmasına yönəldirik. Amma nəticədə nə olur? Nəticədə bu istəklər ya həyata keçmir, ya da həyata keçir, amma bizim gözlədiyimiz məmnunluğu və xoşbəxtliyi bizə gətirmir. Bax, bu niyə baş verir? Çünki dediyim o məsələyə, yəni istəyin səbəbinə, istəyin kökünə, istəyin hardan gəldiyinə, istəyin nə ilə əlaqəli olduğuna, bizim psixikamızın harası ilə, hansı hissəsi ilə əlaqəli olduğuna önəm vermirik. Halbuki araşdırsaq, görərik ki, bizim böyük əksəriyyət, yəni mən deyərdim ki, 80%-dən yuxarı istəklərimiz, bizim deyəndə, yəni bir çoxlarının, əksəriyyətin deyək də, 80%-dən yuxarı istəkləri onların sadəcə olaraq daxili boşluqlarının doldurulması məqsədi daşıyır. Bunun onların həqiqi həyat sevincləri ilə heç bir əlaqəsi yoxdur. Yəni, həqiqətən onlara sevinç bəxş edəcək şeylər deyil bunlar. Və necə ki, elə belə də olur. İnsan nail olur, istəyirəm dediyi şeyə nail olur. Amma dediyim kimi, ortada bir məmnunluq, razılıq hissi olmur. Amma yerdə qalan o 20% istəklər ki var, ki birazdan onlar haqqında danışacağım, onlarla bağlı belə şey olmur. Biz onlara nail olanda o belə boşluq, darıxma hissi yaranmır. Biz nə baş verdiyinin fərqində oluruq, nəyi niyə istədiyimizin fərqində oluruq və buna görə də o məmnunluq hissi bizi hər zaman müşayiət eləyir. Və o istəyə nail olmaq bizim həyatımızda çox önəmli bir parçanı belə yerinə oturtdurur, çox önəmli bir çatışmazlığı doldurur. Amma digər halda bu belə olmur. Biz elə istədiyimiz şeyə nail olar olmaz görürük ki, yox. Bu mənə gözlədiyim həzzi gətirmədi. Niyə? Çünki o
nə üçün var ümumiyyətlə, o istək nə üçün var? Bizim hansısa vaciblik duyğumuzu təmin etmək üçün, bizim egomuzu təmin etmək üçün, bizim kimlərinsə gözündə alqışlanmağımız üçün, qorxularımızı, ağrılarımızı bastırmaq üçün. Nə qədər şablon səslənsə də artıq bu ifadələr, amma bunlar belədir. Yəni bunlar bu niyyətə yönəldilib. Yəni biz axtarsaq görərik ki, az qala həyatımızı həsr elədiyimiz, yəni mənim hətta danışanda elə danışırıq ki, mənim həyatımın məqsədidir. Mən uşaqlıqdan buna can atmışam. Nə bilim, filan universitetdə oxumaq, filan şirkətdə işləmək, nə bilim, dünyanı gəzmək, ölkələri gəzmək, filan maşına sahib olmaq, evlənmək, uşaq sahibi olmaq. Yəni biz bu cür danışırıq bunlarla belə həyəcanla ki, mən bunları istəyirəm, istəmişəm. Amma nəticədə gəlib görürük ki, bunlar sadəcə bax o doymaq bilməyən bir şeyin doydurulmağa çalışılma cəhdindən başqa bir şey deyil. Yəni biz elə bir şeyi doyuzdurmağa çalışırıq ki, əslində onun doyma ehtimalı yoxdur. Yoxdur, yəni belə bir ehtimal yoxdur. Təbiət elə qurulub ki, burada doymaqdan söhbət gedə bilməz. Doldurulması mümkün olmayan bir boşluqdan söhbət gedir. Bax, bizim o vaciblik duyğumuz ki var, onu bir şeylə dolduracaqsan, yenə o sanki doldurduqca böyüyən bir quyudan gedir söhbət. Doldurduqca böyüyür, doldurduqca dərinləşir və sən bax belə sonsuz bir sizif əməyi kimi bir şeyə məhkum edirsən özünü. Düzdür, gec-tez bu bir yerdə partlayır. Bizim vaciblik duyğumuz, bizim egomuz, bizim təkəbbürümüz, bizim qürurumuz. Bax, bu gec-tez partlamağa məhkum bir şeydir. Amma bayaqdan dediyim o istəklər bax buna yönəldilib və eyni zamanda da bunun partlamasına təkan verir. Biz hər istək dediyimiz şeyin dalınca gedəndə və ona çatanda görürük ki, bu o deyilmiş. Və indi bu videonu çəkməkdə məqsədim odur ki, biz bir çox əlimiz çatmayan, hələ də arzusunda olduğumuz, hələ də sanki həyatımızın amalına çevrilmiş, həyatımızın qayəsinə çevrilmiş bir çox şeyi, bax bu işıqda, dediyim şeyin işığında bir daha nəzərdən keçirək ki, həqiqətən o mənə lazımdırmı? Mənə, yəni, mənə mi lazımdır o, şəxsən mənə, mənim sevincimə mi lazımdır? Mənim həyatımın gözəlləşməsinə mi lazımdır? Yoxsa mənim qürurumun şişməsinə mi lazımdır? Bunu ayırmaq əslində özü böyük bir işdir, yəni bir çoxları üçün əl çatmaz, çətin bir şeydir, amma diqqət eləsəz bunu görə bilərsiniz. Bunu hər kəs bunu özü üçün aydınlaşdıra bilər. Mən nə üçün istəyirəm? Məsələn, mən
Mən nə üçün maşın sürmək istəyirəm? Maşın almaq istəyirəm. Yəni həqiqətən mən o maşının tutaq ki, rulun arxasına keçəndə o maşın sürmə prosesindən həzz alırammı? Yoxsa mən sadəcə istəyirəm ətrafda insanlar desin ki, filan kəsin də maşını var, filan kəs də maşını sürür, filan kəsin filan marka maşını var. Çox incə bir nəzər salıb bunu rahatlıqla aydınlaşdırmaq olar. Mən filan universitetdə nə üçün oxumaq istəyirəm? O universitet prestijli olduğu üçün, mənə uşaqlıqdan təlqin eləyiblər ki, sən orada oxumalısan, orada oxusan, yaxşı oğlan olacaqsan, yaxşı qız olacaqsan. Mən o alqışı almaq üçün ora girmək istəyirəm. Yoxsa həqiqətən o universitetin hansısa fakültəsi, hansısa ixtisası mənim üçün mənim bütün sevincim, nə bilim, yaradıcılığım orayla bağlıdır. Yəni adi gedib bazardan nəsə alanda belə, marketdən alış-veriş edəndə belə mən nə almaq istəyirəm sualını düşünməkdə fayda var. Yəni nə almaq da istəyirəm və niyə almaq istəyirəm? Mən filan şeyi nə üçün almaq istəyirəm? Hansısa ərzağı, bu ərzaqdan mənim həqiqətən xoşum gəlir, dadlıdır, onu yeyəndə, nə bilim, ağzım sevinir, mədəm sevinir. Yoxsa belə lazımdır, belə olmalıdır. Bu olmalıdırlar hamısı bizim vaciblik duyğumuza xidmət edir. Bizim Yuri Minyaчихinin təbirincə desək, bizim yeniyetmə psixikamıza aiddir. Yetkin insan nə istədiyini bilən insandır və önəmlisi niyə istədiyini bilən insandır. Onun heç bir istəyi, bax o dediyim şeyi doldurmaq məqsədinə xidmət eləmir. Onun elə bir məqsədi yoxdur artıq. Onda elə bir məqsəd mümkün deyil, yəni. O psixikaya o məqsəd mümkün deyil, uyğun deyil. Bu yalnız yeniyetmə psixikasına xas bir şeydir. Təkcə istəklərlə bağlı deyil. Hər şey, bizim ağzımızdan çıxan hər söz, hər cümlə, hər zarafat, hər belə əhəmiyyət vermədiyimiz ən belə sıravi sözlər belə, cümlələr belə, ünsiyyətdə danışdığımız, insanlarla danışarkən işlətdiyimiz cümlələr belə hardan gəlir? Bunun şiiraltısını izləmək və aydınlaşdırmaq bizim üçün faydalıdır. Biz bu cür belə süzgəcdən keçirsək, biz görərik ki, ortada çox az istəklər qalır və onların həyata keçməsi də o qədər əlçatmaz deyil. Bizim bir çox istəyimiz məhz ona görə əlçatmazdır ki, dediyim o quyunun doldurulmasına xidmət edir. Bütün bu müasir dövrdə yaşadığımız bütün bu gərginliklərin artması, bu aqressivliyin artması,
Bax, bunlar hamısı o motivi bəlli olmayan, səbəbi bəlli olmayan istəklərin bolluğundan irəli gəlir. Yəni istəklər boldur, insan elə bilir ki, onun çox şeyə ehtiyacı var və əli çatmır və bu onu gərginliyə salır. Daha da, yəni onsuz da o istəklər özü də gərginlikdən doğub və burada ikinci bir gərginlik əmələ gəlir. Gərginlik üstünə gərginlik. Gərginlikdən istəklər doğur, çünki o vacibliyi nə ilənsə razı salmaq lazımdır. Və o istəklər də o qədər get-gedə yüksəlir ki, o planka get-gedə o qədər yüksəlir ki, onlar əl çatmazlaşır. Və bunun da doğurduğu növbəti bir gərginlik gəlir. Və nəticədə bax, bugün gördüyümüz o mənzərədə insanlar artıq nə bilim, az qala insanlıq simasını itirmə həddinə gəliblər. Başını itirmək deyirdim ya əvvəlki videolarda. Yəni həqiqətən bax, biz o yeniyetmənin başını itirdiyinin bütün təzahürlərini şəxsən mən gündəlik həyatımda, bax, televizorda, sosial şəbəkələrdə o başını itirməyin çox belə mükəmməl təzahürlərini görürəm və insan düşünmək belə istəmir ki, hələ bunun ardı da gələcək. Bax, belə, yəni sadəcə fikrimə gəldi ki, bu haqda danışım. İstəyin obyekti yox, istəyin səbəbi çox önəmli məsələdir. Yəni obyektinə baxın, motivinə, səbəbinə baxın, motivinə baxın, şüuraltısına baxın. Hardan gəlir bu? Mənim şüuraltımdan hardan gəlir bu? Nəyə xidmət eləyir? Nə üçün mən bu şeyi istəyirəm? Bax, bunlarla bir çox, hətta mən deyərdim ki, yarıdan yuxarı 80% bayaq dedim də, 80% indi belə ağzını açıb baxdığın istəklər sıradan çıxacaq. Öz dəyərini itirəcək, qüvvədən düşəcək. Və yerdə qalacaq, dediyim kimi, çox sadə, çox əl çatan, heç bir belə dəhşətli resurslar tələb etməyən, hər bir insanın təbii gücü ilə, təbii qüvvələri ilə mümkün ola biləcək bəsit şeylər qalacaq ortada. O şeylər ki, bizim həqiqətən həyatımızı gözəlləşdirəcək, zənginləşdirəcək, rəngarəng edəcək şeylərdir. Yəni, yetkin adam üçün onsuz da həyat hər hal ilə gözəldir, rəngarəngdir, maraqlıdır. Amma onun o içindəki o yaradıcılığı, içindəki o sevgini böyüdəcək, artıracaq şeylər var. Və bu hər kəsdə fərqlidir, hər kəsdə unikaldır. Onları da əldə eləmək, dediyim kimi, çətin deyil. Sən bütün diqqətini onlara verirsən, artıq o lazımsız şeylərdən diqqətini alırsan, bu önəmli sənin üçün, məhz sənin üçün, sənin eqon üçün yox, sənin təkəbbürün üçün yox, sənin vaciblik duyğun üçün yox, başqalarının gözündə necəsə görünmən üçün yox, məhz özün üçün. Məhz özün üçün lazımlı olan şeylərə verirsən diqqətini.
və bu diqqət gör nə qədər diqqət azad olur o lazımsız şeylərdən, o bihudə şeylərdən gör nə qədər diqqət azad olur və təbii olaraq sən o böyük diqqəti bu çox da böyük olmayan məqsədlərə yönəldirsən və təbii olaraq nəticə əldə edirsən.